Salam uşaqlar, bugünkü dərsimiz 8-ci sinif fizika üçün 6-cı kiçik summativ qiymətləndirmə üçün nümunə test tapşırıqlardır. Cərəyan şiddəti 3,2 amper olduqda 20 saniyə ərzində naqilin en kəsiyindən neçə elektron keçər? Burada verilirdə elementar yük də olmalıdır. 1,6 vur 10 üstü mənfi 19. Birinci buradan biz i bərabərdir q böl t düsturundan q'nu taparıq. Q bərabərdir i vur t bərabərdir 3,2 vur 20. Bu da eləyər 64 kulon. İndi biz q bərabərdir ny düsturundan n'i taparıq. N də bərabərdir q böl y. O da eləyər 64 böl 1,6 vur 10 üstü mənfi 19 bərabərdir 640'ı 16'ya bölərik. Burada eləyər 40 vur 10 üstü mənfi 19 surətə qalxanda olar 10 üstü müsbət 19. Bu da eləyər 4 vur 10 üstü 20. Cavabımız olar D variantı. İkinci tapşırığa baxırıq. Uclarında gərginlik düşüşü 4 volt olan naqildən 2 dəqiqə ərzində 15 kulon yük keçmişdir. Naqilin müqavimətini təyin edin. 2 dəqiqəmizi saniyəyə çevirərik. Eləyər 120. Birinci biz i bərabərdir q bölünsün t'dən i'ni taparıq. Q oldu 15 böl 2 dəqiqəmizin də 120 saniyə. O da eləyər böl 120 bərabərdir 3'e ixtisar eləsək burada qalar 5, burada da qalar 3'e bölsək 40 amper. Bizdən naqilin müqavimətini istəyir. Naqilin müqaviməti üçün yenə ohm qanunundan i bərabərdir u bölünsün r yazarıq. Buradan r'i tapanda olar u böl i bərabərdir. U'nu vermişdir. Məsələnin şərtində 4 volt. Bölünsün i'ni də tapdıq 5 böl 40. Onu da tərsinə çevirərik 40 böl 5. Bu da eləyər 160 böl 5 bərabərdir. 16'da 5'imiz olar 3 dəfə. Onda da 5'imiz 2 dəfə. 32 ohma bərabərdir. Cihaz xətası nə qədərdir? Xəta bir bölgünün qiymətinin yarısıdır. Bir bölgünü tapmaqdan ötürü 20'dən 0'ı çıxarıq 20. Aralarında çıxırda bölgülərin sayına bölərik. 20 böl 10 eləyər 2. Xəta da bir bölgünün qiymətinin yarısıdır. 2 böl 2 eləyər 1. Cavabımız olar D variantı. Xatırladım ki, cihazların xətasını bir bölgüsünün qiymətini tapmaq üçün əvvəlki videolarımızda biz dərs şəklində izah etmişdik. Metallarda sərbəst yük daşıyıcılar hansı zərrəciklərdir? Metallarda sərbəst elektronlardır. Cərəyanın hansı təsiri bütün keçirici mühitlərdə özünü göstərir? Maqnit təsiri. Yalnız 3. Hansı sxemdə ampermetr dövrəyə düzgün birləşdirilmişdir? Baxırıq, birinci və ikinci şəkildə ampermetr dövrəyə ardıcıl qoşulmuşdur. Doğrudur. 1 ilə 2 doğrudur. 3, 4'də paralel birləşdirilmişdir ampermetrlə voltmetr. Bu yanlışdır. Yalnız 1 və 2. Cavabımız olar D variantı. Hansı sxemdə voltmetr dövrəyə düzgün birləşdirilmişdir? Voltmetr dövrəyə paralel qoşulur. Deməli, burada 3 və 4 cavabımız doğrular. 3 və 4 cavabımız olar Y variantı. Alüminiumun xüsusi müqaviməti 0,28 mikroohm vur metrdir. Bunu yazarıq. Deməli, rho bərabərdir. 0,28'i yazarıq. 28 vur 10 üstü mənfi 3 mikrodur. Onda mikroda 10 üstü mənfi 6'dır. Uzunluğu 100 metrdir. L bərabərdir 100 metr. En kəsik hissəsi 2 mm kvadratdır. S bərabərdir 2 mm kvadrat. O da bərabərdir 2 vur 10 üstü 1 mm mində 1 metrdir. Onda kvadratı milyonda 1 eləyir. 10 üstü mənfi 6 metrin kvadrat. Naqilin müqavimətini təyin edin. R bərabərdir sual. Deməli, R bərabərdir rho L böl S'dir. Bərabərdir. Rho'nu verilmişdir. 28 vur 10 üstü mənfi 3. Bu da 10 üstü mənfi 6 eləyər. 10 üstü mənfi 9 vur. L'in yerinə 100 metr yazasıyıq. Onu da yazarıq 10 üstü 2 bölünsün. S'in yerinə 2 vur 10 üstü mənfi 6. 28'i 2'ye bölərik. 14. 10 üstü mənfi 6. Yuxarı qaldırır. Olar müsbət 6. Bu da 2.
10 üstü müsbət 8. Bu da 10 üstü mənfi 9 eləyər 10 üstü mənfi 1. 14 da 0 onda 1'ə vuranda eləyər 1,4. Cavabımız olar B variantı. Elektrik dövrəsində cərəyan şiddəti 3 amperdir. I bərabərdir 3 amper. Müqavimət 15 ohmdur. R bərabərdir 15. Gərginliyi tap U bərabərdir. I vurulsun R-ə. 3 vur 15. Bu da eləyər 45 volt. Cavabımız olar D variantı. Elektrik cərəyanı hansı naqildən keçdikdə onun əsas təsirləri hansı təsirləri müşahidə olunur? Metallarda cərəyan keçdikdə istilik təsiri və maqnit təsiri də bütün mühitlərdə müşahidə olunduğundan istilik və maqnit təsiri cavabımız olar Y variantı. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Hər birinizə uğurlar. Sağ olun.